Bu veriliş məxsusən bizim yeniyetmələr üçün nəzərdə tutulub. Bütün bizim bu balaca qonaqlarımızı salamlayıram. Allah Taala sizin də əzadarlıqlarınızı qəbul etsin inşallah. Allah saxlasın. Maşallah adlarınız hamısı Allah istəyən adlardır. Hədislərdə də bizə tövsiyə olunub ki, buyurublar övladlarınıza Allah istəyən adlar qoyun. Ad gözəldir. Gözəl adın qoyulması yaxşıdır. Amma biz çalışmalıyıq, əməlimiz də gözəl olsun, qəlbimiz də gözəl olsun, həyatımız da gözəl olsun. İmam Hüseyn əleyhissalam düşmənlə də mehriban idi. Bir yerdə bir-birimiz üçün imamların adını sayırdıq. Məsələn soruşurdum, Əli Rza birinci imamımız kimdir? Əli. İmam Əli əleyhissalam. İkinci imamımız kimdir? Əvvəlfəz. İmam Həsən. İmam Həsən. Məxsusən valideynlərədir sözüm. Övladlarınıza imamların adını öyrədin. Balalarla bura yığışdıq. Bir nəticə əldə etdik ki, biz ki İmam Hüseyn əleyhissalamın yolunu gedirik. İmam Hüseyn əleyhissalamın məktəbinin davamçılarıyıq. Biz də gərək İmam Hüseyn kimi yaşayaq. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Selamun aleykum və rəhmətullah. Esselamu aleykə ya Əba Abdillah. Bütün əzizlərimizi müqəddəs Məşhəd şəhərindən salamlayırıq. Bu əza günlərində Allahdan arzumuz, istəyimiz budur ki, Allah əzadarlıqlarınızı ali dərəcədə qəbul etsin. Bu veriliş məxsusən bizim yeniyetmələr üçün nəzərdə tutulub. İnşallah ümid edirik ki, Allah bizim yeniyetmə balalarımızı Kərbəlada olan o əziz balalara bağışlasın və onların yaşadığı kimi yaşamaqda müvəffəq eləsin. Bugün bizim verilişimizdə çox dəyərli qonaqlarımız var. Qeyd edək ki, bu əziz qonaqlarımız həm də İmam Rıza əleyhissalamın hərəmində İmam Rıza əleyhissalam haqqında bir neçə sürud oxuyublar və o həzrətin xidmətçisi sayılırlar. İnşallah bütün bizim bu balaca qonaqlarımızı salamlayıram. Allah Taala sizin də əzadarlıqlarınızı qəbul etsin inşallah. Allahı and verir izzət və cəlalına, övladlarımızı və siz əzizlərimizin də övladlarını axirət zaman fitnələrindən hifz eləsin. Allah övladı olmayanlara da övlad payı nəsib eləsin. Xoş gördük hər birinizi, xoş gəlmisiniz. Allah sizin də əzadarlıqlarınızı qəbul etsin inşallah. Allah köməyiniz olsun. İstərdim tanış olaq. Adlarınızı bir-bir deyin sırayla. Adım Hüseyndir. Sizin adınız? Adım Əbəlfəzdir. Maşallah. Adım Əbufəzdir. Maşallah. Adım Əli Rızadır. Maşallah. Adım Hüseyndir. Maşallah. Məhəmməd Əli. Allah saxlasın. Maşallah. Adlarınız hamısı Allah istəyən adlardır. Hədislərdə də bizə tövsiyə olunub ki, buyurublar övladlarınıza Allah istəyən adlar qoyun. Hüseyn, Əbəlfəz, Əli Rıza, Hüseyn, Məhəmməd Əli, maşallah hamısı gözəl adlardır. Və bizə tövsiyə olunub ki, adı qoyur, insanın o həyatında təsir qoyur. Yəni o ad insanın mənəviyyatına təsir qoyur. İnsan ki fikirləşir, adı Hüseyndir, adı Əli Rızadır, adı Məhəmməd Əlidir, Əbəlfəzdir. Çalışır az da olsa özünü bu adın sahiblərinə oxşatsın və onlar kimi yaşasın. Onların istədiyi kimi olsun. Həqiqətən əziz valideynlərimiz buna diqqət eləsinlər. Övladlarınıza ad qoyanda Allah istəyən adlar qoyun və o adlar övladlarınızın həm dünyasında təsiri var, onların ruzisindən tut da onların həyatında müxtəlif mərhələlərdə təsiri var, həm də bununla yanaşı onların axirətində də təsirlidir və onların mənəviyyatında təsirlidir. Allah sizləri saxlasın. İnşallah bizə tapşırıblar ki, ad gözəldir. Gözəl adın qoyulması yaxşıdır. Amma biz çalışmalıyıq, əməlimiz də gözəl olsun, qəlbimiz də gözəl olsun, həyatımız da gözəl olsun. Yəni adımıza uyğun, adımızın o gözəlliyinə uyğun yaşamalıyıq. Bunu da qeyd edək ki, biz adımız kimi gözəl olmalıyıq. Baxın,
Bir dəfə ustadlardan biri deyirdi, əxlaq ustadım məndən soruşdu ki, adın nədir? Dedim, Əlidir. Dedi, nə yaxşı, gözəl adın var. Özün Əlisən, adın Əlidir. Həyatın da Əli kimidir. Biz də daim uşaqlarımız ki, adları bu gözəl adlardır, çalışmalıdır. Onların həyatını ki, inşallah biz bu verilişdə bir neçə onların həyatından işarələr danışarıq. Onlar kimi yaşayaq və onlar kimi həyatımızı quraq. Və biz çalışmalıyıq, doğru danışaq, düzgün hədəf seçək, insanlara kömək edək, insanların əlindən tutaq. Biri çətinlikdə olanda o çətinlikdə ona yardım olaq. Yəni belə olmasın ki, biz yaşayıq, digərlərindən mənə nə. Bu İslam dininin bizdən istəyi deyil. İslam dini bizə tapşırır ki, özün ki, həyatın qaydasındadır, çalış digərlərinin həyatı haqqında da maraqlan və onlara da kömək elə, onların da əlindən tut. Qeyd etdiyi əvvəldəki əziz balalar, İmam Rıza əleyhissalam haqqında, İmam Əli haqqında və digər imamlarımız haqqında gözəl sürudlar oxuyublar. İnşallah eləyə bilərsiniz, İmam Rıza əleyhissalam haqqında oxuduğunuz o süruddən bir neçə beyt inşallah oxuyasınız və bizi izləyən əziz balalar da istifadə eləsin inşallah. Buyurun bir yerdə Bismillah eləyin. Ya Allah. Allah Allah mən rızanı eşqinə divanə oldum. Allah Allah mən rızanı eşqinə divanə oldum. Məşhədində bu məzarim şəminə pərvanə oldum. Gözəldir məşhədim, qızıldır günbəzi, behəştə fəxr edər, səfalı mərkədim, Əli Musər Rıza, Əli Musər Rıza, Əli Musər Rıza, Əli Musər Rıza. Maşallah, Allah sizi saxlasın. Əhməd, Allah İmam Rıza əleyhissalama xatir sizləri inşallah İmam Rıza istəyən övladlardan qərar versin inşallah. Bəli, qeyd etdik ki, biz Kərbəla haqqında danışırıq və Kərbəlanın bizə mesajları var. Kərbəla bizi belə görmək istəyir. Kim Kərbəladan bizə nöqtələr deyə bilər? Kərbəla bizi necə görmək istəyir? Kərbəla bizə nəyi öyrədir? Necə olmalıyıq? İmam Hüseyn əleyhissalamın o məktəbinə baxanda hansı həqiqətlər bizə çatır? Hansı ibrətlər bizə çatır? Hansı dərsi İmam Hüseyn əleyhissalamın Kərbəlasından öyrənirik? Kim deyə bilər? mən deyə bilərəm. Buyurun. Zulmun qabağısında mübarizə elək. Bəli, Qoymayaq bəli. o zulm bizə qələbə eləsin. Maşallah. İmam Hüseyn əleyhissalamın hədəflərindən də biri bu idi ki, zülmün müqabilində dayansın. Necə ki deyirlər, İmam Hüseyn əleyhissalam deyir ki, mənim kimisi Yezid kimisi ilə beyət eləməz. Misli la yubayu mislə. Yəni Yezid kimi bir nəfər ki, ən günahkarıdır, mənim kimi ki, Allahın elçisiyəm, ona beyət eləmərəm. Və İmam Hüseyn də bunu hamımıza öyrədir. Bütün uşaqlara bunu öyrədir. Bütün böyüklərə bunu öyrədir. İmam Hüseyn əleyhissalamın Kərbəlası məktəbdir. Orada ağsaqqal da var, ağbirçək də var, cavan da var, sizin kimi uşaqlar da var. İmam Baqir əleyhissalam bilirsiniz də orada olub və onunla yanaşı Əli Əsqər 6 aylıq körpə orada olur və bizim üçün bir məktəbdir. Biz ondan dərslər öyrənməliyik. Başqa biz İmam Hüseyn əleyhissalamın məktəbindən nə dərs öyrənirik? Kim deyə bilər? İmam Hüseyn əleyhissalamın məktəbi bizə nə öyrədir? Mehriban olmağı öyrədir. Mehriban olmalıyıq, bir-birimizə qarşı məhəbbətimiz olmalıdır, gözəl davranmalıyıq və gözəl rəftar eləməliyik. İmam Hüseyn əleyhissalam düşmənlə də mehriban idi.
İmam Hüseyn əleyhissalama su verməyənə də İmam Hüseyn əleyhissalam mehriban idi. Ondan gözəl rəftar eləyirdi. Və bu Kərbəlanın bizə öyrətdiyi məktəbdir ki, biz buna əməl eləməliyik. Başqa kimsə nəsə demək istəyir? Əgər zehninizdə nəsə varsa buyurub deyə bilərsiniz. Və İmam Hüseyn əleyhissalam bizə deyir ki, ehtiyaclılara, fəqirlərə əl uzatmalıyıq. Sənin vəziyyətin yaxşıdır, sənin halın yaxşıdır. O demək deyil ki, hər şey yaxşıdır. Onunla yanaşı vəziyyəti pis olanlara da bir əl tutasan, kömək eləyəsən, onlara da yardım eləyəsən. İmam Hüseyn məktəbi bunu bizə öyrədir. Digər bir istəyirəm mövzuda da bəzi söhbətlərimiz olsun. Baxın, İmam Hüseyn əleyhissalamın məktəbindən öyrəndiyimiz dərslərdən biri də dost olmaqdır. İmam Hüseyn bizə deyir ki, gözəl dost olun. Həyatınızda biri ilə dostsunuzsa, dostluğunuz möhkəm olsun. Dostluğunuz Allaha görə olsun. Mən indi sizdən sual soruşuram. Bir dostunuz yıxılıbsa, bir dostunuz üçün problem yaranıbsa, çətinliyi varsa, siz ona necə kömək edərsiniz? Qadirə. Maşallah. Bax, onu məsələn yıxılan dostun əlindən tutub Qadirə. qaldırasan, ona kömək eləyəsən. Dostun məsələn görürsən ki, təkdir, heç kim oynamır. Nə etməlisən Əli Rza? Bəli. Ondan oynayasan, ondan gedib oturasan, qoy darıxmasın. Belə olmasın ki, söhbət eləyəsən, bir-birinizlə dərdləşəsiniz. Bax, əsl dost budur. Dostluqda baxmır uşaq, böyük, cavan. Hər bir yaşda insanın dostu olmalıdır. Onunla oturub söhbət eləməlidir. Onunla xatirələr danışmalıdır. Baxın, mən bu günləri böyümüşəm də, yaşım çoxdur. Amma indi də xatırlayıram ki, mən sizin yaşınızda olanda, siz həddə olanda dostlarım var idi. Gedirdik bir yerdə oyun oynayırdıq. Bir yerdə bir-birimiz üçün imamların adını sayırdıq. Məsələn, soruşurdum, Əli Rza, birinci imamımız kimdir? Əli. İmam Əli əleyhissalam. İkinci imamımız kimdir? Əvvəlfəz. İmam Həsən. İmam Həsən. Üçüncü imamımız kimdir? Kim deyər? Hüseyn. İmam Hüseyn əleyhissalam. Dördüncü imamımız? İmam Səlcuq. Maşallah. Daha bu, baxın əzizlər, məxsusən valideynlərədir sözüm. Övladlarınıza imamların adını öyrədin, onlar imamların adını desinlər və imamların adını bilsinlər ki, imamları kimdir. Və uşaqlar ki, bir-birinizlə oynayırsınız, bu cür dini mövzularda bir-birinizlə danışın və bir-birinizlə söhbət edin ki, Allah da bunu xoşlayır, imamlar da xoşlayır, peyğəmbərlər də xoşlayır və sizə dua eləyərlər ki, Allah sizin aqibətinizi xeyir eləsin. İndiki yaşınız azdır, siz dua eləyirsiniz, valideynləriniz Allah onlar üçün ruzi yetirir, onların çətinliklərini həll eləyir sizin duanızla. Niyə? Çünki siz məsumsuz, siz heç bir günah eləməmisiniz, hələ həddi buluq deyilsiniz. Sizin etdiyiniz günahlar Allah bağışlayır, yəni günah da deyil, çünki həddi buluğa yetişməmisiniz. Sizin duanız da tez qəbul olunur. Baxın, valideynlərə bir tövsiyəm budur ki, bu yaşda olan övladlarınıza çalışın Qur'an öyrədin. Onlar Qur'an oxuyur, onlara vacib deyil Qur'an oxumaq. Onların Qur'an oxumağı valideynlər sizin həyatınızı bərəkətli eləyir. Övladlarınız Qur'an oxumaqla, Əhl-i Beyti yad eləməklə, imamların adını əzbərləməklə sizin həyatınız Allah istəyən kimi bir həyat olur. Qeyd etdik ki, əgər bir dostumuz çətinlikdədirsə, ona kömək eləyirik, otururuq ondan dərdləşirik, söhbət eləyirik, ondan oynamayanlara baxmayaraq biz gedib ondan oynayırıq və onunla birlikdə dastanlar danışırıq. Həmd olsun Allaha, indi bəzi kitablar da tərcümə olunub ki, valideynlər o kitabları alsınlar, qoy övladlar oxusunlar o kitabları. O kitablarda görsən, imamlardan dastanlar gəlib bizə yetişib ki, hamısı ibrətamiz dastanlardır ki, övladlarımızın tərbiyəsində çox təsirlidir. Digər bir məsələ haqqında istəyirəm siz əzizlərimlə danışım və bizi izləyənlər də buna diqqət eləsinlər. Baxın, hamı gözlərini yumsun, mən bir neçə söz deyirəm. Sən gözlərini yum, bəli. Kərbəladır. Kərbəla səhnəsi bilirsiniz, çox çətin olub. Xeymələr qurulub. Qurulan xeymələrdə xanımlar, uşaqlar, hamı orada yaşayırlar. Bir anlıq Allah düşmənləri, Əhl-i Beyt düşmənləri
gəlib xeymələrə od vurur. Xeymələrə od vurulanda xanımlar, uşaqlar hamı ağlaya-ağlaya xeyməni tərk edirlər. Və bu halda körpə bir uşaq qulağında sırğa var. Düşmən gəlir qulağından sırğanı dartıb çıxarır. Açın gözlərinizi. Nə təsəvvür etdiniz? Çox çətin, ağrılı bir hadisədir, düzdür? Hə. Bu ay həmin aydır. Bu ayda bu hadisə baş verib. Allahın ən gözəl bəndələri, Allahın ən gözəl dostları İmam Hüseyn əleyhissalam, Həzrəti Əbəlfəz və onlarla yanaşı hamını neynirlər? Şəhid eləyirlər. Onların başlarını nizələrə taxırlar. Və onlardan sonra qalan xanım Zeynəb, o körpə balalar, Rüqəyyə xeymədə oturmuşdular, gəlib xeyməyə od vurdular. Biz bunu əza saxlayırıq. Və onlar niyə şəhid oldu, əziz balalar? Şəhid oldular ki, Allahın dini yaşasın. Və onlar Kərbəlada bizə dərs öyrətdilər ki, biz də Allahın dininin yaşaması üçün öz canımızı qurban verməliyik. Öz malımızı qurban verməliyik. Və Allah istəyən kimi yaşamaq üçün bunları etməliyik. Kərbəlanın bizə mesajları bunlardır ki, bizə öyrədir. Və bugün bizi izləyən əziz balalar, körpələr, Azərbaycandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan, dünyanın hər yerindən fərq eləmir. Biz müxtəlif ölkələrdə yaşaya bilərik, amma bizim dinimiz birdir, etiqadımız birdir. Hamımız İmam Hüseyn əleyhissalama əza saxlayırıq. Bugün burada danışdıqlarımız İmam Hüseyn əleyhissalamın bizə çatdırmaq istədikləridir. Siz də çalışın, İmam Hüseyn əleyhissalamın bu mesajlarına ləbbeyk deyin. İmam Hüseyn əleyhissalam bizə doğruluq öyrədir. İmam Hüseyn əleyhissalam bizə mərhəmət öyrədir. Bizə dostluq öyrədir. Bizə paylaşmağı öyrədir. Qeyd etdiyimiz kimi çətinliklərdə bir-birimizə dayaq olmağı öyrədir. Və bugün biz əziz balalarla bura yığışdıq. Bir nəticə əldə etdik ki, biz ki İmam Hüseyn əleyhissalamın yolunu gedirik, İmam Hüseyn əleyhissalamın məktəbinin davamçılarıyıq, biz də gərək İmam Hüseyn kimi yaşayaq. Biz də gərək İmam Hüseyn kimi zülmün müqabilində dayanaq, haqqı müdafiə eləyək, haqqı insanlara çatdırmaq üçün əlimizdən gələni eləyək. Belədir? İmam Hüseyn əleyhissalamın məktəbinin bizə mesajı budur. İnşallah ümid edirik ki, Allah Taala bizi bunlara əməl edənlərdən qərar versin. Mən bir dənə sizə bir ruhani olaraq tövsiyə eləyirəm. Əmidən bunu tövsiyə kimi qəbul eləyin və çalışın buna əməl eləyin. Sizə və bizi izləyən bütün balalara bu tövsiyəni edirəm. Birinci tövsiyə budur ki, çalışaq, hər gün ən azından bir nəfərə kömək eləyək. Ən azından. Necə kömək eləyək? Övladlar əlindən tutaq, ana üçün kömək eləyək. Ana üçün bir işlər görə evdə. Atanın sözünə qulaq asaq. Yol gedirsən, görürsən bir qoca kişidir, çətinlik çəkir, bir yük alıb, bazarlıq eləyib, apara bilmir, al əlindən, apar onu evinə çatdır. Bu olur bir növ köməklik. Mənə söz verirsiniz, bunu eləyərsiniz? İnşallah. Bəli, çalışaq bu işi həyatımızda ən azından bir nəfərə gündə eləyək. Bizim üçün qalan bu olacaq və ata-anamıza savab gedəcək. Valideynə kömək və ətrafımızda olan, məxsusən yaşlılara kömək eləmək. İkinci bir istəyim də sizdən budur ki, təşəkkür edin. Kimə? Ata-anaya, sizlə zəhmət çəkən müəllimələrə, müəllimlərə sağ ol deyin. Baxın, ata-ana nə qədər sizlə zəhmət çəkir? Çox zəhmət çəkir. Gecə-gündüz çalışırlar ki, sizin o idmanınız, dərsiniz, tərbiyəniz, gedir işləyir, siz üçün yemək alır. Bunlar hamısı valideynin sizin üçün hələ gördüyünüz zəhmətlərdir. O qədər zəhmət var ki, mən saysam bitməz. Ona görə valideynlərinizə təşəkkür eləyin. Sağ ol deyin. Valideyn, çox sağ ol. Mən üçün zəhmət çəkirsən, mənə tərbiyə verirsən. Gedib işləyirsən, pul qazanırsan, mənə yemək alırsan, dondurma alırsan,
nə bilim, mən ora gəzməyə, bura gəzməyə təşəkkür eləsən, Allah Taala deyər ki, afərin Əli Rzaya, afərin Əbəlfəzə, Hüseynə, Məhəmməd Əliyə. Bizim burada 2 dənə Hüseynimiz var, 2 dənə Əbəlfəzimiz var. Hüseyn deyəndə hər iki Hüseyn, Əbəlfəz deyəndə də hər iki Əbəlfəzi nəzərdə tuturam. Afərin sizə, Allah sizə əhsən desə, gələcəyiniz yaxşı olacaq. Bunu da inşallah çalışın, eləyin. Valideynə təşəkkür mühümdür. Bacı qardaşınızla mehriban olun. Bacı qardaşla mehriban olmaq. Düzdür Məhəmməd Əli? Zeynəbi incitmirsən və onun oyuncağını almırsan, onu narahat eləmirsən. Sən Əli Rza, Məsuməni incitmirsən. Əbəlfəz, Hüseyn, Kövsəri incitmirsiniz, onu narahat eləmirsiniz. O bacıdır, balacadır, sizdən balaca olduğuna görə. Bəli, siz gərək onu yola verəsiz. O sizi incidə bilər, eybi yoxdur. Amma siz onu incitməyin. Oyuncaq istəyir, eybi yox, verin. Qoy oynasın. Amma onu incitməyin. Və digər bir tövsiyəm də budur. Çalış, yaxşı sözlər danış. Ola bilər indi bir cəmiyyətdə yaşayırsan ki, bir söz eşitmirsən, o pis sözdür. Onu evdə demə. Onu dostlarının yanında demə. Allah xoşlamır pis söz danışanları. Allah bəyənmir o şəxsləri. Deməli, mənə 4 dənə söz verdiniz. Birincisi, hər gün çalış, bir nəfərə kömək elə. Ata-anaya, indi böyüklərə. Çalış, təşəkkür elə valideynlərindən, müəllimlərindən və səndən zəhmət çəkənlərdən. Üçüncü, oyuncağını bacından alıb onu incitmə. Dördüncü, hər gün çalış, yaxşı sözlər danış. İnşallah Allah bizi bu dediklərimizə əməl edənlərdən qərar versin. Baxın, əzizlər, əziz bizi izləyən övladlar. Burada olan övladlar, 2 dənə Hüseyn, 2 dənə Əbəlfəz, Əli Rza və Məhəmməd Əli mənə söz verdilər ki, bu dediklərimi eləyərlər. Siz də əgər söz verirsinizsə, yazın, qoy görək ki, siz də bizə söz vermişsiniz. Gələn verilişlərinizdə sizə başqa bir proqramlarla inşallah Əhl-i Beytin buyurduğunu, Qur'anın buyurduğunu diqqətlə çatdıraq. Allaha and verir İzzət və Cəlalına. Allah bizi öz istədiyi kimi yaşamaqda müvəffəq eləsin. Siz də çox sağ olun. Gəldiniz, zəhmət çəkdiniz. Allah sizləri öz pənahında hifz eləsin. Allah bizi izləyən bütün əziz balalarımızı qorusun. Valideynlərinə də can sağlığı versin. Allah bu aylarda etdiyiniz əzadarlıqları ali dərəcədə qəbul etsin. Sağ olun, Allah amanında.